Salam, vaxtınız xeyirli olsun. Bu gün baxırıq 11-ci siniflər üçün keçirilmiş OTK sınağının B variantına, amma sırf Python suallarına. Demək ki, burada Python var 64-də. Yazıb ki, Python dilində yazılmış proqram nəticəsini müəyyən edin. Eni 30 verib, S0, X in range 1-dən 30-a qədər, 30-u görmür, 1-dən 29-a qədər. Əsas bizdə bu hissədir, bizi maraqlandıran, S-in daxilində yazılmış hissə. Burada yazıb ki, S bərabərdir S plus, S-in üzərinə hər dövrdə götürülmüş ədədin sonuncu rəqəmini, x faiz 10 bizə onu bildirir, sonuncu rəqəmini və ilk rəqəmini toplayır. Onda mən bunu hissələri bölürəm, daha tez tapmaq üçün. İlk öncə 1-dən 9-a qədər gəlirəm. 1-dən 9-a qədər gəlirəm. Çünki x burada 1-dən 29 arası hər bir qiyməti alacaq. Mən zənn edirəm ki, 1-dən 9-a qədər gedim. 1-dən 9-a qədər bunun sonuncu rəqəmi nədir? Yəni tək rəqəmlərdən gedir də söhbət. Sonuncu rəqəm elə ədədin özüdür. İlk rəqəm də elə ədədin özüdür. Demək 1-dən 9-a qədər hər bir ədəddən 2 var, S-in üzərini toplayır. Onda 1-dən 9-a qədər hər bir ədədi toplayıram. Eləyir məndə 45. Onu 2-yə vururam, edir 90. Demək 1-dən 9 arasında S-in qiyməti bizdə neçə olur? 90. Aha, indi keçirəm 10-dan 19-a qədər toplamağa. Burada 10 yazıram, burada yazıram 19. Burada nə edəcək? Burada S-in üzərinə hər dəfə sonuncu dəyər, yəni 0-dan 9-a qədər, 9 daxili, yenə də eyni prinsipdir. Sonuncu rəqəmi toplayacaq və üzərinə ilk rəqəmi gələcək. Burada neçə dənə 1 var? 0-dan 9-a qədər 10 dənə 1 var. S-in üzərinə bu 10-u gəldim. Elədi bizdə demək 100 S-in qiyməti. Və x faiz 10 sonuncu rəqəmi də 0-dan 9-a qədərdir. Bu deyir bizdə 45. S-in üzərinə gəldim 45. İndi keçirəm 20-dən 29-a qədər toplamağa. Bu da yenə də eyni prinsipdir. İlk rəqəm olaraq 10 dənə 2. Bu mənə deyir 20. Bir dəqiqə 20-dən 29-a. İlk rəqəm olacaq 2. Bundan da 10 dənə gedəcək və olacaq 20. Sonuncu rəqəm yenə də eyni prinsipdir. Yəni 0-dan 9-a qədər ədədlərin cəmi. Bu da mənə deyir neçə? 45. Və bu ədədlərin cəmini tapıram. 45, 45 eləyir 90. Bu 90 elədi 180, 200, 210. Yəni cavab A variantı. Sonra burada başqa 68. Bu sadə bir proqramdır. Nəticəsini müəyyən edin. X-i 3 verib, Y4. İlk öncə bu X-in qiymətini tapıram. Bu məndə neçə eləyir? X plus 3 plus 3 vurulsun Y 12 plus 1. Demək ki 12 plus 1 13. Bu da 3 elədi 16. X-in dəyəri oldu 16. Y-in dəyəri 2 vurulsun Y. Y 4-də elədi 8 plus X çıxılsın 2. X-in dəyəri 16-dır sonuncu dəfə. Bu elədi 14. Bu hissə elədi 14. 14-ün üzərinə gəlirəm 2 vurulsun Y 8. Bu da məndə elədi neçə? 22. Və bizdə aşağıda if şərtində deyir ki, X Y-dən böyükdürsə, 16 Y-dən böyük deyil. Bu şərti atıram. And varsa, biri ödəməsəm bu şərti atıram. Yəni bunu yoxlamağa ehtiyac qalmır. Düşürəm elifə, Y X-dan böyükdür, okey, yəni 22 16-dan böyük şərt ödəyir. Bunu heç yoxlamağa ehtiyac yoxdur, çünki or var. Y-in üzərinə gəlirəm, demək Y plus 12. Sonunda da X plus Y. Y-in dəyəri bizdə olur 22 plus 16, 38. 38-in də üzərinə gəlirəm printin daxilində X-i. X-in son dəyəri 16-dır. Bu deyir bizdə 54, yəni C variantı. Sonra Python sualı 71-də var. Aralarında bir boşluq simvolu olmaqla İngilis əlifbasının hərflərindən ibarət sözlər girişə verildikdə, yəni bir cümlə verilir. Python dilində yazılmış proqram ekranı nəyə çap edər? Okey, buraya qədər splitdə biz demişik bu olmasa da belə, bu boşluq olmasa da belə, yəni direkt olaraq belə bir mövzu açıb bağlasa, zaten bunun default dəyəri elə boşluqdur. Bunu siyahıya yığdı. Siyahıya yığandan sonra for in s bir sözləri götürüb, sual verir ki, I, len, I çıx 1. Bu bizdə sonuncudur. Sonuncu hərfi böyük A olanlarının neyinə sayını tapır. Demək, A hərfi ilə bitən sözləri çap etmiş, A hərfi ilə bitən sözlərin sayını çap edir. Y variantı. Sonra var burada 73-də belə bir siyahı verib. Remove 3. Remove bizdə neynirdi? İç qarşısına çıxan 3-ü silirdi. Bu 3-ü buradan sildi. Insert 3, 3. Okey. 3-cü indeksinə 3 əlavə edir. 3-cü indeks hardadır? 0, 1, 2, 3 buradır. 3-ü gəlir atırıb onun ortasına. 3-dən sonra 6 gələcək. Bunu yadda saxladıq. Sonra appendage 3-ü də artırdı. 7-dən sonra bir dənə 3 var.
Sonra del len bir dəqiqə. Len 3. Buradakı 3 sətirdir. Sətrin uzunluğu bizdə 1-dir. Demək ki, L len 1 qeyd edilibsə, bizdə birinci demək len L-də birinci indeks hansıdır onu silir. L-də bizdə birinci indeks hansıdır? 0, 1, 4-ü buradan silir. Çox güman ki, səhvliyə yol vermədim. Sonda da sum 0-dan 3-ü götürmür. 0, 1, 2 indeksləri toplayır. 0, 1, 2, 5, 3, 8, bu da 1 eləyir bizdə 9. Yəni Y variantı. Çox güman ki, səhvliyə olmadı. 75-də belə bir sətir verib. Bunu list eləyir. Yəni hər bir simvolunu list şəklində özündə saxlayır. Həmin siyahının adı bizdə olur S. İ-ni 1 verib, R bir dənə boş bir sətir verib. Sonra deyir ki, i nə qədər ki len S bunun uzunluğundan kiçikdirsə və hər dəfə soruşur ki, götürdüyüm simvol nə qədər ki DS işarəsindən fərqlidirsə, S deyir i yazsın. Yəni bir növ rəqəmləri burada bir-birini bitişdirəcək. Və else halında, yəni nə vaxt ki DS-ə bərabər oldu, həmin anda DS-ləri əvvəl atacaq, yəni R-dən əvvəl atacaq. Yəni prinsip bunu bildirir bizə. Onda mən R-in üzərinə STR, DS-dən fərqləri gəlirəm. Neçə olur? 2, 0, yəni hamısını bir-bir bitişdirirəm. 3, 0, bir dənə də 1, 0. Və neçə dənə DS varsa onu da atıram əvvələ. Neçə dənə DS var? 2 dənə DS. Bunu da atdım, yəni cavab elədi bizdə D variantı. Demək, bu blok sxemdir. 78. Belə bir ədəd verib, int n eləyir. Yəni, bunu integral tipinə çevirir. Bu eləyir 33. Sonra n 2 dənə slash 4, yəni tam hissəsini götürür. 33-ü 4-ə böləndə eləyir 8, tam hissə. X dəyərin n faiz 7, 8-i bölüb 7-yə qalığını neçə eləyir? 1. X-in dəyəri oldu 1. Sonra deyir ki, SQ bir dənə dəyişən bərabərdir. Int x üzərində, daha doğrusu x-in 3-cü dərəcədən kök 6-sı. X bizə neçədir? 1. 3-cü dərəcədən zaten eləyir 1. Sonra R bərabərdir. SQ dəyişəni üzərində 2. 1 üzərində 2 eləyir. 1 vurulsun 3 elədi 3. R-in dəyəri oldu 3. K bərabərdir. STR Y. Y-ə qaydıram. Y-in dəyəri bizə neçədir? 33. 33-ü bunu 3 simvolu kimi eləyir. 3 və bunu vurur. R 2 dənə slash 3. R-in dəyərini neçə məndə 3 idi. 3-3-ə böləndə eləyir 1 tam hissə. 33 sətrini 1-ə vurur. Yəni olduğu kimi qalır. 3-3. Yəni dırnaqda. Sonra R bərabərdir. K plus K budur. Üzərinə STR R gəlir. R-im neçə idi mənim? 3 idi. 3-ün üzərinə 3 gəlir və hamısı sətirdir. Olur 3 dənə 3. Yəni 3, 3, 3. Sonda da deyir ki, print R. Bu da elədir D variantı. 82-ci sual, belə bir siyahı verib, dəyişənlər verib, hamısının dəyişənin qiymətləri 1-dir. While i nə qədər ki ondan kiçikdir, hər dəfəsində n bərabər edəcək, n vurulsun i. N burada nədir? N bizdə hansı dəyəri alacaq? Dövr bitənə qədər 1 ilə 10 arasında bütün ədədlərin hasilini. Və hər dəfə soruşur ki, S-də count n vurulan hasillər daxilində sayı 1-dirsə, yəni siyahıda varsa, daha doğrusu sayı 1-dirsə, K-nın üzərinə 1 gələcək və K-nı çap edəcək. Bizdə demək, kod bizə nə deyir? Deyir ki, hansı ki ədəd siyahıdakı hansı ədəd, hər hansı bir natural ədədin faktorialdırsa, yəni və sayı onun siyahıda 1-dirsə, K-nın üzərinə 1 gəl. 1 götürürəm, 1 hər hansısa bir ədədin faktorialıdır, yəni 1-in faktorialıdır. K-nın üzərinə 1 gəlirəm, K-nın qiyməti olur bizdə 1. Daha doğrusu, neçə dənə olacaq o ilk öncə sayaq? 1 burada. 840, 840, yəni bizdə hər hansı bir ədədin faktorialı deyil, düşünürəm. Çünki 125, 6, 720, 840 deyil, 720 var, 720-yi götürdüm. 2 hər hansı bir ədədin faktorialıdır, 2-ni də götürdüm. 360, xeyr, bizdə hər hansı bir ədədin faktorial deyil. 120, faktorialdır, bunu da götürdüm. 32, 24, xeyr, 32 faktorial deyil. 6 faktorialdır, 64 faktorial deyil, 24 faktorialdır.
və toplayıram 3, 4, 5, 6 dənə ədəd var və k-nı 1-dən başladığına görə hər dəfə üzərinə 1 gələcək 6, k-nın sonuncu dəyəri olacaq bizdə neçə? 7. Bir şeyə diqqət eləyək ki, burada dövr sayı neçə dənə olur bizdə? 10 dənə və neçə ədədim var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha. Cavab elədik A variantı. Sonra başqa var burada 85-ci sual. Belə bir siyahı verib. Bizə deyir ki, bu siyahını replace elə, böyük A simvolunu kiçik A simvolundan dəyiş. Yəni burada böyük A-ların yerində kiçik A-lar dayanacaq. Yəni bunları mən çevirirəm A-ya. Çox kimə biraz qarışıq oldu. A-ya çevirdim. Sonra deyir ki, A.find P. Demək, bizdə P simvolunun hansı indeksdə yerləşdiyini tapır çox güman burada. Çünki burada aralıq verməyib. Çox güman elə onu tapacaq. A burada budur. Bunun indeksi bizdə 0, 1, 2, 3, 4, 4'dür. P-nin dəyəri oldu bizdə 4. Yəni daha doğrusu buradakı tapılmış dəyər oldu bizdə 4. Sonra yazıb plus B2-dən sonuncuya qədər arasında olmuş sətri find A, A-nın indeksini tapsın. Yəni bizdə B sətri nə olmuşdu? Baxın, B kiçik A, burada bir dənə T-dir səhv eləmirəmsə, bir də R-dir. Mənə lazımdır ikinci indeks 0, 1, 2. İkinci indeks buradan başlayacaq. Baxın buradan. T hərfindən solda. Buradan başlayacaq və sonuncuya qədər gedəcək və ilk qarşıma çıxan A-nın indeksini götürəcək. Məndə ilk qarşıma çıxan A hansıdır? Daha doğrusu indeks nə olacaq? 0, 1, 2 T-dir, 3 R-dir, 4 də bu kiçik A-dır. Bunun dəyəri olur 4. Və bundan qabaqki şeydə də biz alqoritmdə 4 almışdıq. 4 plus 4 edir 8. X1-in dəyəri oldu 8. Daha sonra A plus B. A plus B-ni bir-birinə bitişdirir bunları. Bunlar arasında ümumi count A-nın sayını tapır. Burada neçə dənə A var? Birinci A-da demək A dəyişənində məxsus sətirdə A yoxdur. Digərində isə 2 dənə A var. Burada demək dəyər oldu bizdə 2. Plus len B3-dən sağ tərəfin hamısını bütün sətirləri götürəcək. Onun uzunluğunu tapır. Bizdə demək 3-cü indeks hansıdır? 0, 1, 2, 3 R hərfidir. 3-dən sağ tərəf hamısı R, demək 1, 2, 3, 4 səhv eləmirəmsə düz oxudum. Len uzunluq da oldu 4. X2 nə dəyər oldu bizdə 6. X1 də 8 idi, cəm eləyir bizdə 14. Ümid edirəm ki, hər hansı bir səhvlik olmadı. Sonra 86-cı sualda bir dənə alt proqram verib. Alt proqram x, y dəyişəninə ilk öncə baxıram, yəni defin qarşısında dayanan. X, y burada hansı dəyərlər alacaq? Bax bu dəyərləri. Li-1 nə deməkdir? Götürdüyüm burada x, y qiyməti bizdə alır L indeks və L-1-ci indeks. İndeks burada nədir? Birdən len elə qədər gedib, yəni i olaraq buradan başlayacaq. Yəni 16 nəzərə alınır və li yazanda ilk öncə 24 götürəcək və bundan əvvəlki. Okay. Götürdüyü indeksə sahib olan ədəd o olur bizdə x, yəni çünki 24 burada li olacaq. Li-1 indeksi olacaq 16. Y olacaq 16. 24 verib və bir dənə də bizdə verib 16. Aha. İndi while prinsipi bizdə nə edir? Onu anlamaya çalışıram. Yazıb ki, t bərabərdir. Y nə qədər ki, sıfırdan fərqlidir. Hər dəfəsində t bərabərdir. X faiz y, yəni 24-ü 16-ya böləcəksən, qalıq eləyəcək neçə? Onu yazır, tutaq ki, 8. Sonra x bərabərdir y, demək, x elə 16, y elə 8. Bu səhv eləmirəmsə bizdə əbəbu tapır. İndi davam eləyək. Yəni hamıya aydın olsun. T burada neçədir? 8, y-nin dəyəri olur 8. Soruşur 8 nə qədər ki sıfırdan fərqlidir. T-nin sonraki dəyəri eləyir x. X 16-dır, bölünsün 8. Qalıq eləyir 0. Qalıq eləyir 0. Yəni T qiyməti olur 0. X bərabər y, y 8 idi. X-in yeni qiyməti olur 8 və y bərabərdir T. Y-nin dəyəri olur bizdə neçə? 0. Və 0, 0-dan fərqli bir şərt ödəmir. Çıxır return x verir və x-in məndə dəyəri 8-dir. 24 ilə 16 arasında demək ki, bizdə ən böyük ortaq bölən, yəni əbəbu tapır. Return x və burada da yazıb ki, s-in üzərinə gəlsin li, okay.
Return x, bir dəqiqə, if i bərabərdirsə 1-ə, if i bərabərdirsə 1-ə, bu 1-i çox güman ki, şərt ödədiyi halda yazıb, amma bunu niyə bu sual bu cür verib ki, bərabərdirsə 1-ə? Axı bu 1-ə bərabər deyil. Yəni 8 isə ödəmir. Okay. Onda belə deyirəm də, hansı ki götürdüyüm x, y ədədi bir-birinə qarşılıq sadə ədədir. Çünki biz demişik ki, qarşılıqlı sadə ədədlərin əbubu 1-ə bərabərdir. Həmin anda həmin o 2 ədədin cəmini toplayacaq. 24, 16 qarşılıq sadə ədəddir? Yox. Bunları atıram. 25, 24 qarşılıq sadə ədəddir? Bəli, qarşılıq sadə ədəddir. Və nə edir? Onların cəmini tapır. Daha doğrusu, buradan sonraki dövrdə 25-i götürəcək. Bunların cəmini tapdı. Yazıram bura 24 plus 25. Daha sonra gəlir dövrdə 40-ı götürür. 40 ilə 25 qarşılıq sadə ədəd deyil. Gəlir 42-ni götürür. 42 40 ilə sadə ədəd deyil. 43 42 ilə sadə qarşılıq sadədir. Bunların cəmini tapır. Yəni 42 plus 43. 42 plus 43. Sonra gəlir bizdə 86-nı götürür. 86 43 ilə 86 43 ilə qarşılıqlı sadə deyil. Çünki 86 tərkibində 2 dənə 43 var. 22 86 ilə qarşılıqlı sadə deyil. Yəni s-in qiyməti bizdə olur bunların cəmi. S-in başlanğıc dəyərini 0 verib. 24 plus 25 eləyir 49. Üzərinə gəlirəm 42 eləyir 91. 91-in üzərinə 43 gəlirəm eləyir 134. 86-da da cavab oldu 134. Sonra indi keçdik açıq suallara. Açıq suallarda deyir ki, hərf və rəqəm simvollarından ibarət sətr klaviaturana daxil edilmişdir. Bu sətirdə olan sonuncu rəqəm simvolunun indeksini çapa verən proqramı Python dilində neyiniyin yazın. Bir dənə sətr daxil edirəm. Tutaq ki, A bərabərdir. Daha doğrusu input yazıram. Bizə lazımdır sonuncu rəqəm simvolunun indeksi. Okay, indeksi dediyinə görə range ilə gedəcəm. Yəni in range yazıb len A-ya qədər gedəcəm. Və bir-bir daxilini götürəcəm. Sual verəcəm ki, götürdüyüm simvol böyük bərabərdirsə nədən? Sıfırdan ASCII koduna görə gedirəm. And götürdüyüm simvol, yəni A kiçik bərabərdirsə 9-dan. Yəni ASCII koduna görə 0-9 simvolu arasında yerləşmiş bütün simvollar rəqəm sayılır. Bu halda mən bir dənə dəyişən götürürəm. K bərabərdir i yazıram. Bunu nə üçün götürdüm? İndi deyəcəm. Düşüb aşağı deyirəm ki, print K. Buradakı K nə deməkdir? Mən tutaq ki, bir ədəd daxil edirəm burada. Bir sətr daxil edirəm. Alma 1-2. Gəlir ilk öncə 1-ə qədər gedir və şərt ödəmir. Bir gəlib götürəndə şərt ödəyir. K-nın dəyərini eləyir. Bunun indeksi. İndeksin içəridə 0, 1, 2, 3, 4. K-nın dəyəri olur 4. Yəni K 4-də qalır. Sonra gəlir 2-ni götürür. 2 də bu şərt ödəyir. K-nın dəyəri olur 5. Yəni bu prinsiplə sonuncu rəqəm simvolunun indeksini tapır. Sonra deyirəm ki, print K. İndi bunu çalışdıraq. Alma 1-2 yazsam 5-i mənə çap eləyəcək. Sonuncu sual deyir ki, klaviaturana daxil edilmiş natural ədəddən böyük olan ən kiçik sadə ədədi çapa verən proqramı Python dilində yazın. Keçək kodu yazaq. Bizdən tələb edir ki, bir ədəd daxil edəcəm. Bu ədəddən sonra gələn ilk sadə ədəd çap eləməlidir. İlk öncə ədəd daxil edirəm. A bərabərdir int input. Ədədi daxil edim. Daha sonra aşağıda mən elə bir sual verməliyəm ki, while-ın daxilində elə bir dövr qurmalıyam ki, bu while mən break istifadə etməyənə qədər davam eləsin. Çünki mənə bu ədəddən sonra lazım olan sadə ədəd lazımdır. Sadə ədəd tapanda break eləyəcəm. Yəni nəyi istifadə edəcəmsə onu beynimdə qurdum. İndi keçirəm onu kodda tətbiq eləməyə. Yazıram ki, A faiz, A daha doğrusu fərqlidir sıfırdan. Bu şərt zaten ki, həmişə sıfırdan fərqli olacaq da. Yəni bu while şərti ödəyəcəm məndə həmişə. Çünki orada deyir natural ədəd. Belə bir while qarşısında sual verir. Bir dənə dəyişən götürürəm m. Mənə lazımdır ki, A-dan sonraki ədəddə bunu yazıram A+1.
Və düşürəm aşağı, bir dənə də dəyişən götürürəm. S bərabərdir 0 dəyişəni. Bu nə üçündür? Hansı ki, ədədləri götürəcəm, o ədədlərin bölən sayı 2-yə bərabərsə bu sadədir. Onun üçün həmin o 2-ni tapmaq üçün S dəyişəni götürürəm başına. Və başlayıram, dövr eləyirəm. In range 1-dən hara qədər? N plus 1-ə qədər. Yəni, A-dan sonraki ilk ədəddən başlayıram. Və heç nə sual verirəm ki, if götürdüyüm M faiz I bərabərdirsə 0-a, yəni bu götürülmüş I M-in bölənidirsə, S-nin üzərinə gələcəm 1-i. Və sonda sual verəcəm ki, bu dövrü qutaranda sual verəcəm ki, if bu S bərabərdirsə 2-yə, yəni 2-yə bərabərsə demək bu sadədir. Print M. Həmin sadə ədədi mənə çap eləsin. Çap eləyəndən sonra 1-ə ekləyirəm ki, sonra da yoxlamasında dövr dayansın. Və sonra bir məqam qalır. Düşürəm aşağı. Aşağıda da yazıram A plus 1. Bu nə üçündür? Çünki şərt ödənmədiyi halda da, ödəndiyi halda da zaten ödəndə break verəcək. Ödənmədiyi halda A-nı 1 var artırsın. A 1 var artacaq. Zaten bura həmişə ödəyəcək və düşüb aşağı M-in də dəyərin 1 var artırmış olacaq. Çünki 23 daxil etmişəmsə, sonraki ədəd 24 şərti ödəmir, artırır eləyir. A-nın dəyəri bizdə 23 daxil olur 24. Burada da gəlir M-in dəyəri olur 25. Yəni bir növ 24-dən sonra 25-i yoxlayıram. Bu prinsiplə işləyəcəm. Bunu çalışdıraq. 6 daxil edirəm. 7-ni çıxartdı. Altdan sonra ədəd sadədir. Bir dənə də 1 daxil edirəm. 1-dən sonra 2 də sadədir. Bu da oldu bugünkü OTK 11-ci sinif Python suallarının həlləri. Sağ olun, növbəti videolarda görüşənədək.